Deməli, bundan əvvəlki videolarda dedik ki, belə deyək də, imtahandan necə hazırlaşmalı və yaxud imtahanda necə etməli və son videomuzda demişdik ki, növbəti videomuz cavab atmağın yolları haqqında olacaq. Əslində bunun heç tərəfdarı deyiləm və yaxud bu barədə tövsiyə vermək kimi belə deyək, fikrim yox idi. Sadəcə sizdən gələn belə deyək, mesajlar üzərinə və yaxud yorumlar üzərinə düşündüm ki, mən də öz təcrübəmə əsaslanaraq hər hansı bir belə deyək də məqamları sizin diqqətinizə çatdırım. İlk öncə tövsiyə eləmirəm cavab atasınız. Yəni bilmədiyiniz sualları cavablamamağınızın tərəfdarıyam. Çünki bir şəkildə xüsusilə bu qapalı sualdırsa, yəni sizdən belə deyək də 5 cavabdan birini atırsınızsa, bunun doğruluq payı 20%dir və ehtimal çox azdır ki, siz orada o cavabı düzgün tapa biləsiniz. Yəni atmaqla düzgün cavab tapmaq arasında ehtimal çox azdır. Ata bilərsinizmi? Bəzi suallarda, bəli. Bəzi suallarda, baxın hansı suallarda. Məsələn, əgər məsələn belə deyək də, bir sualdır və siz o sualı bilirsiniz bir şəkildə, amma tərəddüd edirsiniz ki, burada görürsən buydu, yoxsa buydu, yoxsa buydu. Məsələn, 2 variant arasında qalırsınız, 3 variant arasında qalırsınızsa, bu zaman siz o cavabı ata bilərsiniz. Amma çox təəssüflər olsun ki, cavab atan zaman bəzən şagirdlər heç ağına bozuna baxmırlar. Eləcə götürür məsələn cavab kartına, bəlkə də heç o belə deyək də, kitabçaya baxsa, görsə ki, bəs orada A bəndi vurur. O dəqiqə baxar ki, görər ki, bəlkə də A bəndi ilə bildiyi yəni doğru cavab deyildi. Ən azından A bəndinin doğru cavab olmadığına əmin olar. Amma bu adam birbaşa cavab kartına yazır cavabı və orada heç baxmır ki, A bəndi doğrudur ya doğru deyil. Elə A bəndini orada qaralır. Yaxud məsələn, ta ki, belə deyək də, yayılmış belə bir təcrübə var ki, məsələn, ta ki, belə deyək, 15 dənə A yazır, məsələn, 10 dənə B yazır, 5 dənə C yazır. Yaxud hərəsindən 5, 5, 3, 3 belə yazıb gedir. Burada da ehtimal var ki, müəyyən qədər say düz çıxsın, amma yəni demin elə bir belə deyək, sistem qurulub ki, orada. Yəni onu belə nəzərə alıblar. Yəni sizin əgər məsələn ta ki, hərəsindən 5 dənə yazıb, hər 5 dənə yazdığınızdan biri düz çıxsa, 5-6 dənə düzünü çıxır, amma yekunda daha çox səhvini çıxır və səhvlər də 4 suala birini aparır deyə sizin o atıb tutduğunuz 5 sualda belə deyək də bir şəkildə nə olur? Səhvlər tərəfindən aparılır. Ona görə də əgər cavab atacaqsınızsa, ilk öncə yəni kör təbii, gözü bağlı cavab atmır. Birinci baxırıq suala. Hansı suallarda cavab atacağıq? O suallar haqqında müəyyən qədər bizim biliyimiz var. Amma dəqiq, yekun son nöqtəni qoya bilmirik. Bu zaman orada cavab atmağın tərəfdarıyam. Cavablar arasında daha doğrusu seçim eləməyin tərəfdarıyam. Necə eləyək ki, daha uyğun cavabı seçək? Dediyim kimi, yəni bu suallarda siz uyğun cavabı seçmək üçün o sual haqqında ən azından müəyyən qədər biliyiniz olmalıdır. Əgər o sualı oxuyuram və o sualdan heç nə başa düşmürəmsə, məsələn ta ki, məsələdir, hesablayıram, amma məsələn ta ki, yolunu bilmirəmsə, yekun bir nəticəyə gələ bilmirəmsə, mən hardan bilə bilərəm ki, bu A bəndidir, B'dir, C'dir, D'dir yoxsa Y? Bir şəkildə bunu tapmağın yolu olmalıdır və ona gedən yol əsasən nədir? Siz onu sadələşdirirsiniz, gətirirsiniz. Məsələn, A bəndini çıxarırsınız, B bəndini çıxarırsınız, qalır məsələn ta ki, C, D, Y. Bu zaman sizin artıq şansınız artmış olur. Görürsünüz, məsələn, bir var 5 cavabdan birini atasınız, bir var 3 cavabdan birini atasınız. Bu zaman sizin ən azından doğruluq payınız 30%-in üzərində olur. Ehtimal var ki, üçündən biri düz çıxsın. Yəni, əlimizi bir qutuya salsaq, oradan məsələn 5 fərqli rəngdə olan, belə deyək də, toplardan, şarlardan birini çıxarsaq, biz ehtimal daha azdır ki, məsələn, ta ki, nəzərdə tutulan rəngi çıxaraq da. Bu da ona oxşar bir bənzər bir situasiyadır. Amma əlimizi şara salıb, qutuya salıb və yaxud məsələn torbaya salıb, orada olan şarlardan, 2 şardan biri qırmızı, biri qaradırsa, məsələn ta ki, birini çıxarmaq, qaranı çıxarmaq şansımız 50%-dir. Yəni birini götürəcək, o birisi alacaq. Yaxud götürdüyümüz ya qırmızıdır, ya da 100% əminliklə deyə bilərik ki, qaradır. Yəni götürdüyümüz qırmızıdır, yerdə qalan da məsələn qaradır, bunu bilirik. Yaxşı, bəs axı videonun başında biz demişik ki, biz sizə cavab atmağın yollarını öyrədəcəyik, amma biz cavab atmağın tərəfdarı deyilik də deyirik. Bu nə olur? Bu dediyimiz fikirlə, sonradan dediyimiz, səsləndirdiyimiz fikir bir-birini təkzib edir. Əslində, mən şiddətlə tövsiyə edirəm ki, cavab atmayın. Yəni, cavab atmaq istəyirsinizsə də, baxın o suala, hansı sualda cavab atın. Əgər o sualdan nəsə bilirsiniz, o sualda gəlib müəyyən bir yerə qədər çata bilirsiniz və o çatdığınız yer sizə kifayət edirsə ki, məsələn, ta ki, verilmiş 5 cavabdan 3-ünü, 2-sini çıxarasınız, yerdə 2-3 cavab qalanda, bax bu zaman cavabı atın. Və burada artıq bir növü, məsələn, çox tərəddüd eləyəndə və yaxud hansına yaxın olduğunu məsələn, düşünəndə, burada artıq seçim sizin öz üzərinizdə qalır. Amma bura qədər gələn mərhələni keçin, yolu keçin.
Gəlin çatın, 2 dənə cavab saxlayın, 3 dənə cavab saxlayın, bundan sonra cavabı atın. Məsələn, seçimli suallarda, məsələn, 1, 2, 3, 4, 5, 6, 1, 2, 3, 4, 5, 6 suallarında cavab 1, 2, 3 də ola bilər. Cavab, məsələn, 1, 3, 5 də ola bilər, 2, 4, 6 da ola bilər. Heç kim bunu deyə bilməz ki, 1, 3, 5 olur, 2, 4, 6 olur, 2, 4, 5 də olur, 2, 4, 6 da olur, 2, 3, 4 də olur. Yəni, onu biz bilmirik. Amma məsələn, ki, 2-ni səhv tapırsansa, mümkündür ki, məsələn, verilən 6 punktdan birini səhv tapırsan. Məsələn, 1 rəqəmindən yazılanı əminsən ki, səhvdir. O zaman nə edirsən? Məsələn, o 1 rəqəmi olan cavabları çıxırsan. Yəqin ki, buna bir şəkildə siz, belə deyək də, hazırsınız və bunu edirsiniz. Buna çıxandan sonra, məsələn, 2 variant gedirsə, qalır 3 variant. Burada sizin işiniz yüngülür. O zaman nə edirik? Baxırıq, hansı daha dəqiqdir? Burada çaşıb, məsələn, belə deyək də, bu dəqiqdir, bunu olan variantı götürür, yox, olmaya da bilər. Məsələn, 6-cı variant doğrudur. 6-cı variant, məsələn, yalnız, məsələn, C variantında var. Yəni, 2 variant gedib, 6-cı variantda doğru olduğunu əminik. Və biz 6-cı variant C variantında var. Ancaq C variantını yazmalıyıq ki, düz çıxsın. Yəni, bu düşünürəm ki, o qədər də düz olmaz. Biz ən azından, məsələn, bacardıqca bu situasiyanı sadələşdirməli, axırına gəlib çatmalıyıq. Yəni, çalışıb 3 də deməyim, 2-yə gətirib çatdıra biliriksə, atırıq. Artıq orada onlardan birini atırıq və burada ehtimal var ki, 50% düz çıxsın. Yekunlaşdırmaq istəyirəm bundan bağlı tövsiyəmi. Çox danışa bilərik, amma istəmirəm artıq sabah imtahanında sizi çox yoraq. Və yekun atmaqla bağlı olan, yəni cavabları atmaqla bağlı olan tövsiyəm bu olacaq. Əgər hansısa sualda 2 variant arasında qalırsınızsa, o sualı atın. 5 variantdan heç birinin əmin olmadığınız halda atmayın. O sualı qoyun qalsın. Açıq sualdırsa bunu edin. Situasiyadırsa isə, situasiyada cavabı nə gəldi yazın, bundan biraz düz çıxar deyə bir şey fikirləşməyin. Çünki situasiyada səhv yazılan, belə deyək, verilənlər daha çox olduqda düz yazdığınız bir neçə veriləndə elə bil ki, silib aparır. Eyni situasiyada. Məsələn, 5 dənə səhv yazmışsan, 4 dənə düz yazmışsan, 9 dənə nəsə yazmışsan, o 9 dənədən 5-i səhv olduqda o 4 dənəyə də bir şəkildə bal verilmir. Və bir də situasiyada fikir verin. Məsələn, soruşursa 2 nümunə, minimum 2 nümunə deyirsə, deməli, burada biz 3 dənə, 4 dənə, 5 dənə yaza bilərik. Yaxud 2 nümunə deyirsə, yaxşı olar ki, 2 nümunə yazasınız. Açıq suallarda, məsələn, xüsusilə orada hər bir sualın 27-ci sual, hər bir fənin 27-ci sualında uyğunlaşdırma olur. 1-ə, 2-yə və yaxud 1-ə, 2-yə, 3-ə A, B, C, D, Y uyğunlaşdırılır. Hökman deyil, mütləq deyil ki, orada verilən A, B, C, D, Y hamısı yazılsın. Yəni, biri yazılmaya da bilər, ikisi yazılmaya da bilər. Yaxud, məsələn, ola bilər ki, şagird, məsələn, 3-ünü tapır, digər ikisini də baxır ki, boş qalmasın deyə, öbürsünü bölünə yazır. Bu, biraz savad istəyən bir şeydir, amma əgər görürsünüzsə, uyğun gəlmir, məcbur deyilsin onu yazmağa. Uyğun gəlmirsə, qoyun qalsın. Düzdür, açıq suallarda indi hər hansı bir müəyyən qədər düz yazdığın halda bal verilmir. Yəni, tam 100% düz yazmalısan ki, sənə bal verirsin. Amma situasiyada elə deyil, situasiyada müəyyən qədər yazılda sənə bal verilir. Qaldı yenə bayaqki 22 qapalı sualımızda atmağa. Burada biz nə edəcəyik? Əgər o sualı biliriksə, mən tövsiyə edirəm, gətirib 2 varianta qədər sadələşdirə biliriksə, bu zaman atırıq, ikisindən birini götürürük. Mütləq şəkildə də bunu kitabçanın üzərində edirik. Yəni, cavab kartına baxaraq, bu sualı yazmamışam, burada A bəndini yazım, Allah Allah'da nə olar. Yox, kitabçanın üzərində tapıb, gətirib 2-yə çatdıra biləcəyimiz, ən pis halda 3-ə çatdıra biləcəyimiz suallarda orada bizə, ürəyimizə, qəlbimizə daha yaxın hiss elədiyimiz və yaxud məntiqimiz sanki bu cavabdır deyirsə, o cavabı atırıq və onda cavab kartına ondan sonra yazırıq. Yoxsa birbaşa cavab kartına yazanda götürüb mən 15-ci sualı yazmamışım, burada nə yazım? A bəndi yazım. O çox böyük ehtimal səhv çıxacaq və səhv çıxan sual da və sizin az yazacağınız düzlərinizi belə gətirib sıfıra çatdıra bilər. Düşünməyin ki, məsələn, çox səhv eləyərək çox düz eləyə bilərsiniz. Düşünün ki, çox səhv eləyərək yazdığınız alt cavabları da daha da azalda bilərsiniz. Beləliklə, mən Tural Hoca sizə cavabları seçim üsulu ilə atmağın yollarından qısa müəyyən qədər tövsiyələr verdim. Ümid edirəm ki, bu tövsiyələr sizin işinizə yarayacaq. Sağ olun, salamat qalın.